Salam əziz dostlar, xoş gördük. Çox üzr istəyirəm, bu günlər biraz gec olubdu. Xəta məndəndir. Azərbaycan Milli Fəaliyyət... Mən burasını eləməmişəm, ona görə beləsi olubdu. Tamam. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 23-cüsünü başlayırıq və teori qismətində yadınızda olsa gəldik, yetişdik. Tövsiə tapmış ya inkişaf tapmış məmləkətlərlə dalıya qaldırılmış ya saxlandırılmış məmləkətlərin jurnalizmlərinə görə danışırıq və dedik ki, onlarda xəbər nə cür yazılar. İndi bu günləri dil və inkişaf məsələsini danışacağıq. Hər nə qədər bir məmləkətdə jurnalizm və o məmləkətin hər cəhətdən İranda deyirlər mütəvazın, tövsiə-i mütəvazın, hər cəhətdən bərabər inkişaf tapılıbdır. O məmləkət dili müəddəb dildir və toleransı çoxdur. Yəni, insanlar əsəbani olmurlar. Əsəbani olmurlar deyil, insanlar içəridə kontrol edirlər özləri. Və hər nə qədər dünya geri qalmışdı, geri saxlandırılmışdı, 3-cü, 4-cü, 5-ci dünyadır, orada insanlar özlərini kontrol eləmirlər.
Yəni, əgər bir ayrı anlamda desək, modern ya təvsəyə tapmış məmləkətlərdə insanlar dillərin kontrol eləməyə öyrəşiblər. Kontrol olunmuş halda danışalar, yazalar. Bilirlər ki, əməldən çox mühüm inkişaf dünyasında, inkişaf tapmış birinci, ikinci dünyada, dərhali təvsəyə dünyasında əməldən çox dil mühümdür. Yəni, məsələn, biri mümkündür ki, deyə, gedək filan kəsləri öldürək. Qərb dünyasında siz bunu görməzsiniz. Dillərin kontrol elərlər, danışarlar. Dilin kontrolu çox-çox mühümdür. İnsanlar eləyə bilirlər, fikirləri ilə dillərinin arasında fərq qoyarlar. Şərq dünyasında və mütəəssifanə dalıya saxlandırılmış dünyada insanlar deyirlər, yox, mənlə fikrim biruq, mənim içimlə eşiyim birdir. Bu çox-çox yanlışdır. Təvsəyə tapmış dünya budur ki, deyir, mən ehsasıma müsəllət oluram. Mən indi əgər əsəbaniyəm, əgər narahatam, əgər bir iş görürəm, bir söz demirəm ki, ondan yapışalar, mənim haqq mövzeyimi nahaqqa çevirələr. Görürsünüz ki, məsələn, Avropada, Amerikada bir nəfərə belə işarə eləmək olmaz, yəni səfehdir. Əgər bir nəfər belə işarə eləyəndə əks sala sizdən, hər növ bir filmi düşə, bir əksi düşə xiyabanda, bir ümumi bir yerdə, bir salonda, onun əsasında sizi mühakimə eləyib sizə çox xəsarət vura bilər. Xəsarət nələr olar? Məsələn, dadqaha salar. Uzun zaman sürünərsiniz, vəkilə pul verməyə məcbur qalarsınız, işinizdən qalarsınız, mənfəətinizdən qalarsınız. Əgər o əks olsa, məhkum olsaz, çox imtiyaz ictimaini əldən verərsiniz. Buna görə ki, çox pərxoşgərsiniz, işləyə bilməzsiniz hər adamla, stresli yerlərdə işləyənməzsiniz, çoxlu dilli və kültürlü yerlərdə işləyə bilməzsiniz və bu görsədir ki, siz çox münzəvi, amma eyni halda çox həmlə eləyən adamsınız. Sizin əlinizə fürsət düşsə, ya bir nəfər əmdən sizi əsəbani eləsə, eləyə bilərsiniz, adam öldürəsiniz, ya adamlara xəsarət vurasınız. Beləliklə, bir çoxlu işlər əldən gedər. Əmələn, məsələn, polis qoymaz, bir işləri siz görəsiniz. Hətta bəzi məmləkətlərdə, Kanadada, bəzi Avropanın məmləkətlərində, Amerikada, əgər evdə xanımızla, uşağızla, qız dostuzla, ya oğlan dostuzla farslar pərxəşgəranə danışmaq deyirlər. Yəni, çox əsəbani və həyəcani bir danışmağınız ola, uca tonuna, yüksək səslə danışasınız, yenə də siz düşərsiniz çox çətin bir işə. Hələ əl qozamıyasınız, əl qozamaqdan danışmırıq. Görürsünüz, məsələn, deyək ki, əl qozayəsən vurasan, yox, fəqət danışırsınız, yüksək tonuna. Bu, bunu göstərir ki, insan heyvaniyyət dövründən ağıl dövrünə keçmir. Yəni, o zaman ki, əsəbani olursan, yaman deyirsən, əlunun işarə edirsən, filan edirsən, insan ki, bir tərəqqi və təkamül dövrəsində, ictimai və siyasi və əxlaqi halətdə meymunluqdan ya heyvanlıqdan gəlib çıxıb insan olub və insanlıqdan modern insan olubdur ki, özünün ehsasını kontrol edir. Üçüncü dünyada insanlar öz ehsaslarını kontrol edəməyirlər. Bir dənə siyasi misal varaq. Baxın, məsələn, görürsünüz ki, Avropa, Amerika gəlir dünyanın o başından silah satır, təyyarələri ilə, tankı ilə, bombi ilə, əsləhəsi ilə gəlir və orada adam öldürür şərqdə.
Adın nə qoyursunuz qoyun. Şərqi müsəlman qoyun. Şərqi qeyri-İslami qoyun. Hər nə qoyursunuz qoyun. Hər yerdə iradə eləsə gedib adam öldürür. Amma mətbuatında daimən sülh, adam öldürmürük, özümüzdən difa edirik, filan bəhman. Yəni bir dənə beynəlmiləli dil götürür. Siz bunu hətta millətinin də içində görməzsiniz. Yəni tək dövlət, baxın, elə dövlət və millət səviyyəsindədir. İranda, ya ərəblərdə, ya müsəlmanlarda, ya şərq dünyasında dövlətin dili millətin dilidir. Əhmədinəcadın dili İranlıların dilidir. O dildə millət danışır ki, dövlətin nümayəndəsi danışır, ya dövlətin başı danışır, ya dövlət danışır. Çünki dövlət o millətin fərhəngindən və o millətin fərhəngi dövlətin qanunlarından və işlərindən təğziyə alınırlar, qidalanırlar, qəzalanırlar, güc alırlar. Şərq dünyasında insanlar bunu sadəliğa, düzlüğa aparırlar. Mən o cürəm ki, varam görsədirəm. Qərb dünyasında bunu heyvanlığa aparırlar. Deyirlər ki, bu adam bu qədər vəhşidir. Bu qədər heyvanlıq mərhələsindən insanlıq mərhələsinə keçir və öz ehsasın və fikrin kontrol edə bilmir. Bu adam kontrolcu bir adam deyil ki, öz əsəbaniyyətin, fikrin ittifaqən əgər bir məmləkət ya bir milləti ola, ya yazıçıları olalar ki, onlar yazılarında və danışıqlarında içəri ehsasların və fikirlərin gizlədə bilələr müvəffəqdir. Çünki əql mərhələsinə keçirlər, ehsas və duyğu mərhələsindən keçirlər əql mərhələsinə. Jurnalist, dil hər nə qədər müəddəbdir, hər nə qədər da əsəbaniyyətivi görsətmirsən, əsəbanisən, amma görsətmirsən, özünü kontrol edirsən, pambıqla paş kəsirsən, hər nə qədər gülə-gülə acı sözləri deyirsən, mən Kanadanın ümumi ictimasında, Amerikada, Avropanın bəzi yerlərində azdan çoxdan yaşadım. Azdan çoxdan, bəzi yerdə az, bəzi yerdə çox, bəzi yerdə uzun. Görürsən ki, əsəbani olub qışqırır. Yəni əsəbanidir. Amma cümləsinin sonunda please, lütfəni gətirir. Yəni siz onunla dadqaha şikayət edə bilməzsiniz. Çünki adam iki şeydən istifadə edir. Bir deyir ki, please ya lütfən sözü cadudur. İnsanları nə cür ucadan danışsaz, ya nə cür təhrik eləsəz, axirində onun təhrikinin qabağını alır ki, mən təhrik eləmədim. Çünki bu cürmüdür. Əgər siz bir tonla, bir tonajla danışasınız ki, qabağınızdakı insan əsəbani eləyəsiz, onu bir əməl, rəftarı, əməliyyə vadar eləyəsiz, mücrümsünüz. Siz zəminə yaratmışsınız ki, bir nəfər əqlani rəftar eləməz. Siz mücrümsünüz. Bu isbat olursa. O adam bir iş gördü, mənə söyüş verdi, mənə yaman dedi. Mən ona yaman dedim, ya onu vurdum. O adam ki, yaman, mütəqabil yaman deyir, dadqahda mühakimə olmur. Çünki başlayan tərəf mühümdür. Başlayan tərəf əncizə veribdir ikinci tərəfə. Avropalılar gəlirlər, Amerikalılar gəlirlər, şərqi bombaran elirlər, adam öldürürlər, yüzlər min adam ölüb keçən, bəlkə milyonlar adam ölübdür keçən 15 ildə, 20 ildə. Amma deyirlər ki, biz bərəncikdə olmuşuq, bizi təhrik ediblər, bizə bomb qoyublar. İkiz kulələrin ya ikiz binaları yıxıblar. Bizim adamlarımızı terör eləyiblər. İran kimi, Afqanistan kimi, Əraq kimi, ora kimi, bura kimi terörist göndərmir. Bəlkə gəlir bir iş görür ki, onlar əsəbi olsunlar, onlar dillərin xəşin dil, əsəbani dildən istifadə eləsinlər yazılarında, danışıqlarında, təhdid eləsinlər, vururam, kəsərəm, asaram, filan elərəm, qanuni bəhanə versinlər düşmənlərinə.
İttifaqən Güney Azərbaycan mətbuatında bu çox görünür. Yazısında, mediasında. Yəni, tamam mətbuatı açsaz, yazıları Facebook'da, nə bilim, hər yerdə açsaz, nəinki hamı, bir çox ağıllı insanlar var ki, öfkələrin qoymurlar dillərinə və qələmlərinə tökülsün. Amma bir çox insan öfkəsin düşmənin ya qarşıda olanın məntiqsizlığın öz yazısına tökür. Görürsən ki, istəyir, məsələn, Kürdə desin ki, mənim torpaqlarımda sənin gözün vardı, nəqşə çəkirsən, o torpaqlarda gəlirsən, mənim torpağımı, öz torpağını elan edirsən, bunun işğalına getirsən, nəqşəsini çəkirsən, filan bəhman. Bu, haqq bir mövzudur. Ən haqq budur ki, ağa, mənim torpağımda sənin gözün var, mənim torpağımı, öz torpağımı elan edirsən, işğal eləmək istəyirsən, ad qoydurursan, filan edirsən, bəhman edirsən. Və hətta mən sənin mühacirəti istəmirəm. Mənim toprağıma istəmirəm mühacirət edirsən. Çünki düşmənçilik var ortada. Ya əgər mühacirət edirsən, mənim kontrolumda mühacirət edəcəksən. Əgər mənim torpaqlarımda yer alacaqsan, əmniyyətin yoxdur Kürdistanda girirsən mənim torpağıma, mən dediyim yerdən alacaqsan, hər yerdən almaq haqqın yoxdur. Mən sənə deyəcəm, məsələn, get biraz Zəncandan al, 10 dana getginin Həmədəndən al, 4 dana getginin filan yerdən al, 3 dana filan yerdən al, 5 dana filan yerdən, 50 dana filan yerdən al. Mən səni göndərəcəm, harada gedib yaşayasan. Dünyanın heç yerində mühacirə icazə verməzlər. Mühacirin bir adı, onlar ki, əmniyyət üçün qaçırlar, ya ixtisar hər nə üçün öz vətənlərindən çıxırlar, bir ayrı vətənə gedirlər. Bunlara pənahəndə ya mültəci, ya refugee deyirlər. Onlar ki, refugee olurlar, qaçırlar. Torpaqlarından, vətənlərindən bir ayrı yerdə yaşırlar. Bu refugee hamısı gedib yığışa bilməz bir şəhərə, bir məmləkətə. O məmləkətin bir mühacirət idarəsi var. Yəni, köçmən idarəsi var ki, deyərsən 10 nəfər bu şəhərə, 3 nəfər o şəhərə, 2 nəfər bu şəhərə, 50 nəfər o şəhərə gedəcəksiniz, orada yaşayacaqsınız. Amma o zaman ki, bir millət, bir şəhri, bir bölgəni amac qoyurlar, heç dövlət buna icazə vermir. Heç dövlət. Və hətta o zaman ki, birdən gəlirlər içəriyə, Türkiyədən sonra dünyada və bəzi müsəlman məmləkətlərdən sonra ki, müsəlmanlıqdan dolayı qəbul edirlər və eyni halda siyasətləri, fərhəngləri, dilləri, dinləri, zatları yaxındır bir-birlərinə. Onlar görürsən ki, bir yerdə oturdurlar. Yəni, məsələn, pənahəndələrin hamısın Əraqdan gəlir, İran oturtdur, məsələn, Kürdistanda, ya aparır filan yerə filan, hamısını bir yerdə oturtdur. Bu dünyanın hər yerində qədəğan. Çünki bunlar sonra o birliği saxlayıb, o məmləkətin əmniyyətinə zərbə vura bilərlər. Güney Azərbaycanda haqq mövzuları var. Deyir, mənim torpaqlarıma girirsən, torpaqlarımın nəqşələrində siyasi adamların yazırlar, üstündə danışırlar, mənim toprağım deyirlər, mənə bunu işğal eləməkən nəzərlərini göstərirlər. Bu bir haqq mövzuidir. Amma o zaman ki, bunun qabağında bizim də Güney Azərbaycanın da jurnalistləri, yazarları əlinə qələm alıb mediada yazanlar, fərq eləməz indi rəsmi media olsun, ya Facebook olsun, kanallarda, şəbəkələrdə olsun, onlar o haqq mövzunu nahaq göstərirlər. Deyirlər, ağızlarına, yəni qələmlərinə sahib çıxamırlar. Əsəbaniyyətlərin, narahatçılıqların, küdurətlərin tökürlər qələmə. Düşmənin əlinə yazı verirlər. Ağa, baxın, türklər bizi həmlə edirlər. Türklər mühacirətinə müxalifdirlər. Türklər filan şeyinə müxalifdirlər. Türklər insan haqqı ilə müxalifdirlər. Türklər bizim azadlığımızla, hökumətimizlə müxalifdirlər.
Azərbaycanlılar daimən bizi təhdid edirlər, öldürəcəyik, əzəcəyik, kəsəcəyik Kürdləri. Belə bir şeyi iddia edirlər Kürdlər. Bunun mənası budur ki, Kürdlər əllərində silah var, dillərinə sahib çıxırlar. Çünki Kürdlərdə hər adam yazma haqqı yoxdur və yazdığı şey siyasi bir tüfeyli olaraq yazmalıdır. Yəni bir siyasi iradə var, stratejini qoyur ortaya, içində 3-4 dənə dəlisi var. 3-4 dənə dəlini dünyanın hər yerində bilirlər, onlar hesaba gətirməzlər. Amerikada silahı alıb satmaq azaddır. İldə də 10-15 dənə, 5 dənə, 3 dənə dəli çıxar, əsləhəni götürər, bağlar bir də insanları yaralar, öldürər. Amma bununla deməzlər tamamı bir millət dəlidir. Amma o zaman ki, Amerika mediasında siz bunu görməzsiniz. Amerikanın yazılı sosial şəbəkələrində bunu görməzsiniz ki, bir nəfər dura deyək ki, mən sabahları müsəlsəl götürəcəyəm, gedən filan kəsləri öldürəm. Qərələri, ya ağları, ya sarıları, ya nə bilim, köçmənləri öldürəm. Həmən tutular, dəlili hər nə olsa, həmən tutular. Yəni, millətin xəbəri olar, xəbər verərlər, tutular. Üçüncü dünyada, dedim, biz də üçüncü dünya hesab oluruq, dördüncü, beşinci dünya əslində biz hesab oluruq. Biz hala müstəmiriyik və hala geriyə saxlandırılmış bir millət. Mətbuatda dilimiz yamanla gəlir. Yəni əsəbaniyyətinə. Adam istəyir birinə cavab yazsın, o bir dənə söyüş yazır, bu onun qabağında 10 dənə söyüş yazır. Haqq mövzu Azərbaycan millətini haqq mövzeyindən nahaqqı düşdür. Yəni Kürdlər silahlı bizi vururlar, Farslar silahlı bizi vururlar, biz məhkum oluruq. Çünki öfkəmizi qələmimizə gətiririk. Ağlımızı işlətmirik, ehsas və duyğumuzu işlədirik. Bu birinci yerdir ki, uduzuruq. İkinci yer nədir? İkinci yer budur ki, əgər bu getsə bir beynəlmiləli səhnəyə, əgər getsə bir dadqaha, hər yerə getsə, fərq eləməz. Bu, hangi media olur olsun, o bir cümləni, iki cümləni məhkəməyə qoyub, o adamı, o orqanı, o şəxsiyyəti, o filanı mühakimə eləmək olar. Və haqq mövzeydən nahaq mövzeyə düşər. Dil nə qədər müsbət, barışçıl, insani, hüquqi bəşər yazsaq, o qədər biz haqq mövzeyə gəlirik. Kürdlə müxalifət edirsən, gəlirsən deyirsən ki, bu nəxşələrində belə eləyirlər. Amma dostlar, diqqət buyurun, hava nəxşəsinin üstündə heç vaxt düşmənçiliyi isbat eləmək olmaz. Bunu yadınızda qalsın, bəzən Kürdlər, bəzən biz, bəzən o birisi millətlər deyirik, məsələn, Azərbaycanın filan yerin, ya onlar deyirlər Kürdistanın filan yerin geçirdiklər şeyə. Hava demək, buna görədir ki, vətəndaş bilsin, məsələn, Sənəndəcin də havası nədir? Və oradan Azərbaycana hava gəlirsə nə olur? Ya ora musafirət edirsə nə olur? Ya orada tanıyır, tanımır. Məsələn, Ləndənin havasını Təbriz deyir, məsələn. Buna deyir ki, məsələn, biz Ermənistanın havasını deməyək, amma Ermənistan bizim ortamızda bir yerdir. Orada olan hava bizə təsir qoyacaq. Buna deyir ki, biz deyirik, Ermənistan bir məmləkət deyil və biz onu qeyri-qanuni bilirik, onun işğalın öz əlimizdə bilirik. Belə bir şey yoxumuzdur. Nə Azərbaycan dövlətində var, Şimali Azərbaycan dövlətində, nə Türkiyədə var, nə o birisi, hətta İranda, o birisi heç yerdə bu iradə yoxdur. Bəs bu diqqətli olmalıyıq ki, amma əgər düşmən, əgər millətimizin, dilimizin, fərhəngimizin, hətta mühacirlər bir şeyi təhdid edirlər, onu
əqlani surətdə ehsası kontrol edəcəksən. Əqlani surətdə deyəcəksən, bunlar əgər Azərbaycan əgər kontrol edirlər, bağışlayın, əgər kürdlər Azərbaycana köçürlər, heç iradı yoxdur. Onlar Azərbaycan vətəndaşı olacaqlar, Kürd olacaqlar. Ana dilində haqları olacaq, dərs oxusunlar. İndi ya federal İranda, ya müstəqil Azərbaycanda. Hər hansısı olursa olsun, Azərbaycanın sərhədləri buradan başlayır, burada qutarır. Bura girən insan Azərbaycanlı hesab olur. Amma etnikin dilini daşıya bilir, dinini daşıya bilir. Bizim bunlarda azadlıq vardı. Amma mənim kontrolumda girəcək Azərbaycanda yaşayacaq. Yəni, əgər bir ilin içində 1000 dana, 5000 dana, 10.000 dana Kürd gəlir Azərbaycana mühacirət edir, okeydir, mühacirət eləsin. Mənim milli sərmayəmə sərmayə qatacaqdır. Amma bu adam mən dediyim yerdə yaşayacaq. Mən deyəcəm, hansı şəhərdə, hansı şəhərdə yaşayacaqsan. Mən ona deməyəcəm, hansı işdə işlə. Amma deyəcəm ki, harada yaşa. Ta o mənim dilimi öyrəşə, ta mənim fərhəngimlə tanış ola, ondan sonra azadda o mənim dediyim məmləkətdə, mənim məmləkətimdə mühacirət eləsin. Amma mənim kontrolumda, mənim bilgim dairəsində. Mən biləcəyəm ki, ilbaşı, məsələn, Urmiyədə neçə dənə Kürd var. Mən dediyim həddədir ya yox. Onu kontrol edəcəm. Dünyanın hər yerində belədir. Xüsusən əgər bir milləti, bir ayrı millətin üstündə iddiaya ərzi, yəni torpaq iddiası ola, bunlar kontrol olmuş halda mühacirət edilir. İkinci məsələ, dil məsələsində, yəni bu ədəblıq məsələsində dedik, müəddəb olmaq, hər yerdə bunu gərək müraat eləyək. İkinci məsələ dil məsələsində, o dildə ki, öz dilindi, ya özün milli dilin bilirsən, rəsmi dilin bilirsən, o dilin məsuliyyətini sən daşımalısın, dövlət yox. Dünyanın hər yerində dilləri dövlətlər qorumazlar, millət qorur. Millətdir ki, iradəsini təhmil elər dövlətə, dövləti məcbur elər o dili qorusun. Amma dövlətin birinci vəzifəsi bu deyil ki, dil qorusun. Dövlət əmniyyətini qorur, sərhəddini qorur ki, məsələn, işğal olmasın məmləkət. Milli mənafei bəzən qorur, bəzən qormaz. Dövlətdir. Dövlət qalıbdır hizbi düşüncəsinə, ya o başdakı diktatorun düşüncəsinə, onun əsasında milli mənafei o tərif edir. Milli mənafei millət tərif eləmir. Onun əsasında bir gün görərsə filan şey milli hüquq hesab olur, bir gün olmur. Amma millətin baxışından milli mənfəətlər fərqlidir. Hər dili millət yaşadar, millət onu rəsmi elər və dövlətə təhmil elər. Məsələn, Amerikada İspaniyalı dillər bu dili, bununla belə ki, Amerika dövləti müxalifdir, yaşadırlar. Yəni, Amerika dövlətinin rəsmi dili İngiliscədir. Amma İspaniyalılar o dili yaşadırlar və indi bir çox əyalətdə demək olar ki, İspaniya dili rəsmi dildir. Deyilməsə də rəsmi dildir. Çünki dövlət məcbur olubdur, xiyabanların, adların, işarətlərin iki dildə qoysun. Yazıları iki dildə qoysun. Mütərzim tutsun dadgahlarda. İki dilli insanlara. Fərq eləməz indi bu farslar da gəliblər ora, türklər də gəliblər ora, hər kəs gəlibdir. O kültürün saxlayan, dilin saxlayan insanlara dövlət məcbur olur ki, şey eləsin. Baş əysin. İkinci, o dili nə cür millət qoruyar?
Bəs əsli dili qorumaqda vəzifə millətindir. Çünki millət özünə haqq bildiği bir şeyi dövlətə təhmil eləyə bilər. Əgər mən bir şeyi haqqım bilmirəm və onun üstündə dövlətdən çox özüm çalışmıram, dövlət bunu mənə çalışmaz. Əvvəl gərək mən dilimi özümə haqq biləm, onun üstündə çalışam, onu mediada, dadgahda o dildə danışam, o birisi dildə danışmayam, inkar eləyəm. Məsələn, fars dili. Düzdür, mədrəsədə dərs oxumuşuq. Mən ana dilimdə danışacağam. Keçsək dadgaha, Abbas Lisanini mən niyə aşıqıyam, niyə sevərəm biləsin? Çünki dadgaha getdi. Mən farsca difa elədim özümdən. O dadgaha getdi, türkçə danışdı. Dadgah mütərcim tutmağa məcburdur. Ya da dadgah türkçü danışmağa məcburdur. Azərbaycan torpaqlarında bir çox qazilər, dadgahlarda idarələrin adamları, işləyənləri türkdülər. Sən onu məcbur edirsən ki, sənədi sənin dilində yazsın. O zaman mən bu sənədi imzalaram ki, türkçə ola. Çünki mən türkçə düşünürəm. Sən farsı lisansın var, fok lisansın var, döşküran var, oxumursan, önemli deyil. Mənim düşündüyüm dil türkçədir. Mən türkçə dildə hüququ düşünürəm. Bu iddia ilə girsəz içəriyə, fərq eləməz döşküra olasan, sən özüva ana dili haqq bilirsən, bu haqqı dövlətin idarələrinə təhmil edirsən, dövlətin idarələrində bir müddətdən sonra, əgər birdən məsələn deyək, bir ilin içində Azərbaycan torpaqlarında 4 milyon insan məhkəməyə hər yerə gedəndə deyək, mən türk dilində yazılmasa sənədləri qəbul imzalamayacağam. Şirkətlərə gedirsən, karxanalara gedirsən, sənədləri ki yazılır, mübadilə olur, türk dili olmasa qəbul eləmirsən. O şirkət telefon alırsan, internet alırsan, nə bilim bir şey alırsan, yemək alırsan, içmək alırsan, sənin adın türkçü olmasa mən qəbul eləməyəcəm. Təhrim edirsən əmələn, iradəvi millət olaraq təhmil edirsən, o səndən ticarətə girənə, səndən alverə girənə, səndən müamilə eləyən, indi müamilə ola bilər, dövlət olsun, ola bilər, şirkətlər olsunlar, karxanalar olsunlar, döhdürlər olsunlar, hər kəs olur olsun. Sən bir şeyi özünə hüquq bilirsən və onu dövlətə təhmil edirsən. Ana dili fars dilinin yanında işlənmir. Əmələn Azərbaycanda, Güney Azərbaycanın topraklarında, Tehranı demirik, İsfahanı demirik, Şirazı demirik, oranı buranı demirik, Qəşqayını demirik, Türkəməni demirik. Əmələn 40 milyon, 45 milyon İranlı yaşır İranda heç olmasa, müxtəlif boylardan, müxtəlif ləhcələrdən. Amma bunlardan 1 milyonu idarələrdə türkçə danışmırlar. Yəni, türkçə şəfahi danışırlar, amma kətbi danışmaqdan söz geçir. Biz burada jurnalizmdən danışırıq. Jurnalizm şəfahi dil deyil, kətbi dildir. Əlbəttə, əgər bir yerdə, mən əlan burada danışıram, bu zəbt olur, yazılır türkçə və qalır. Bu sənətdir. Bu yenə sənətdir. Amma əgər bir yerdə zəbt olmaya, saxlamaya, o sənət hesab olmaz. Bunun üçün dünyada deyərlər, hər kəs hangi idarəyə gedəsiz, fərq eləməz, dünyanın harasına gedəsiz. Əgər onlar şəfahi sizə bir söz verirlər, bir şey deyirlər, onu qəbul eləməyin. Çünki o adam hər zaman bunu inkar eləyə bilər. O zaman qəbul eləyəcəksiniz ki, onu yaza, imzalaya və mühür basa. O zaman bu söz sizə qəbuldur. Adam sizə deyir ki, mən filan şeyi eləyəcəm. Onu yazır, imzalır, verir sizə. Mührü olsa mührü basır, olmasa da ki yazır, imzalır. Burada siz bunu dünyanın hər yerində qəbul elətdirə, mən gəldim bu idarəyə başvurdum filan tarixdə, mənə bu cavabı dedilər, bu da bunun imzası. Yazısı və imzası. Amma mən getdim, gəldim filan şeyi, adam deyir, mən deməmişəm. Qalarsan, məhkum olarsan. Bəs kətbi dildən danışım. Kətbi dil, yazılı dil, yazı dili, əvvələn məəddəb, ikinci hüquq əsasında, üçüncü hüququnu bildiq əsasında yazıladacaqsan. Yazılı dillə olacaq. Və yazılı dildə
o şey ki özü haqq bilirsən, fərdi ya cəm'i olaraq, bir millət olaraq onu müxalif olan gücə, dövlətə, şirkətə, karxanaya, idarəyə təhmil eləyəcəksən, zorlaşdıracaqsan. İndi baxın ki, əgər Azərbaycan torpaqlarında, Tehranda, Qumda, Yəzdidə, Kirmanda, Şirazda, İsfahanda, Qəşqaistanda biz heç sənədi qəbul eləmirik. Evlənməyə gedirik, sənədi qəbul eləmirik. Necə indi birlikdə insanlar özlərinə bu haqqı bilirlər ki, mənim öz adım və uşağımın adı mənim haqqımdır, dövlətin haqqı deyil. Ayrı millətin haqqı deyil, bu mənim haqqımdır. İstədiyim dildə uşağıma ad qoyar. Gedir, 5 ay, 1 il, 2 il də çəkir, o sicillini alır dövlətdə. Eyni halda evlənmək də buna tabidir. Əgər mən gedirəm evlənəm, mən deyirəm, mənim evlənmək kağızım, ya qəbaləm, ya mədrəkim gərək türkcə yazılsın. Mən türkcə yazılması qəbul eləməyəcəm. Əmələn sən dövləti deyirsən, mənim dilimi qəbul eləməsən, mən səni qəbul eləmirəm. Məhkəməyə gedirsən, eynidir. Hangi idarəyə gedirsən, məsələn, dedim, internet alırsan, ev alış-veriş edirsən, dövlət səndən maliyyət alacaqdır. Bunun utandığı yoxdur. Bələdiyyəyə gedirsən, bələdiyyə səndən maliyyət alacaq. Kağızları şey gəlirsə, mən oxuyamirəm, mən bunu qəbul eləməyəcəm. Yəni, iradəvi bir Azərbaycanlı, bir türk olaraq idarəyə təhmil edirsən. Mən burada yaşayan türkəm. Mənim dilimdə yazılacaq. Özün də bu dildə yazırsan. Yəni, bu dildə yazırsan, deyirsən, mən evlənirəm, mənim sənəd-i izdivacım, evlənmək sənədim, evlilik sənədim, türkcə olmasa qəbul, türkcə yazırsan, verirsən, məcbur elirsən o idarəni. Səbt əhvaldır, səbt əsnaddır, nə bilim, hər idarəyə gedirsən, türkcə yazırsan, türkcə deyirsən, türkcə istəyirsən. Heç kəs deyə bilməz, çünki sən fövq lisansan, döşkürarsan, sən gərək bu dili qəbul edir. Xeyr, mən özümə haqq bildiyim şeyi qəbul edirəm. Qəral deyil, sən mənə haqqı tərif eləyəsən, mənim haqqım nədir? Mənəm ki, özüm öz haqqımı tərif edirəm və bunu sənə təhmil edirəm. Və bunu istəyirəm sonra da səndən. Ki, sən də baş əyəsən buna. Diqqət buyurursunuz, hüquqi baxımdan 4-cü ya 5-cisi bu olar. Sayanda yadımdan çıxdı, neçəsini saymışam onun üçün. O dildə yazdığımız üçün danışmaq dili ədəbi dildir. Danışmaq dili keçəri dildir, yaddan çıxan dildir, zehnidə saxlamaq dili deyil. Biz bəşərin o dövrəsindən keçmişik. Bəşər tarixi ki, orada yazı yox idi, milyardılar beyt şeir yazıbdı, milyardılar cürə nəqil düzəldibdi, xatirəsi var. Amma yadda qalmayıbdı. Onlardan 5-10 dana şeir, məsələn, deyək, bir neçə şeir yadda qalıb, neçə tapbaca yadda qalıb, neçə bayatı yadda qalıbdı. Amma milyardıları yaddan çıxıbdı. Niyə? Çünki bəşərin hafizəsi zəifdir. Balığın hafizəsi 3 saniyə, 5 saniyədir. İnsanın hafizəsi də məsələn deyək ki, 100 ildir. 2 nəslidir, 3 nəslidir, 5 nəslidir. 250 il. Əlbəttə, ortalama hər nəsli 30 il qoyurlar. Hər nəsl 30 ildə tazılanır. Yəni, mən də gec evlənsəm, 30 ilində evlənirəm, mütəvəssit camiə, yəni yaxşı %90 camiə, 30 iləcən evlənir, uşaq olur. Bəs ikinci nəsl başlayır. 5 nəslidə olar məsələn 120 il. 120 ildə görürsünüz sözlər itəcək. Çünki 5 nəsli heç kəs dədə babasını yadda saxlayanmır. Şəfahi dövrdə. Kətbi dövrdə özünə şəcərənamə yazır. Calibdir, dünənlər kargerdanların birinin bir çox calib yazısını oxudum. Deyir ki, biz bir dana filmi çəkmək üçün getdik bir dana kəndə. O kənddə İmamzadə var idi, vəli uzaqdaydı, çox uzaqdaydı. Deyir, ora gedib gəlmək bizə bu filmi çəkəndə çoxa baxardı. Onun üçün dedik ki, bir dana bir baləcə bir ev düzəldək. Heç bunun bir fərqi olmasın məmuli evinə. Bir baləcə ev düzəldək. Adını qoyaq bunun İmamzadə, filmimizi burada çəkək.
Balaca ev düzəltdik, bunu hazırladıq, bir şey şəklinə çıxartdıq. Kəndlilər də görürlər, biz burada film düzəldirik. Bu evi də biz düzəltdik, getdik. 2 il sonra deyir ki, bir nəfər mənə dedi ki, xəbərin var o evi ki, siz düzəltmişsiniz filan kənddə olubdu İmamzadə. Deyir, inanmadım. 2 ildən sonra maşınla gəldim, getdim, gördüm, bəli, ağa bura İmamzadə olubdu, qurban kəsirlər, nəzir verirlər filan. Deyir, getdim kəndə dedim ki, yadınızdadır, buranı biz düzəltdik, filan film üçün düzəltdik. Fəqət bunu dedik ki, burada yıxmayaq, çünki quştat vardı, gələr burada yaşalarda bir dana zəhmət çəkilib, bir ev düzəlibdir, çiçik də olsa, sıqqılı bir yer damxa deyək. Damxa düzəlibdir, sıqqılı da olsa, amma quşmuş gələr içində bunun istirahət elər, soyuqdan, istidən qalar. Deyir ki, kəndlilərin qocaları belə bizlə durdular müxalifət. 2 il içində ha. Yox, buranı siz niyə deyirsiniz beləsi? Bura yüzlər ildir buradadır və bu İmamzadədir və bunun dədəsi budur, babası budur, o birisi budur, o birisi odur. Adam deyir ki, xaricədən deyir, getdim mən idarə-i Oqafa. Dedim, ağa, siz bilirsiniz ki, burada İmamzadə yoxdur. Deyir, gördüm ki, qəbalə gətirdilər, bu qəbalədə, yəni kağız gətirdilər, bu kağızda buna neçə nəsl düzəldiblər, yetiriblər Peyğəmbərə məsələ. İnsanlar eləyə bilirlər, cəhl eləyərlər. Bu çox mühümdür. Bilaq ki, insanlar indi hər şeyi cəhl eləyə bilirlər. Çox rahatlıqdan və utanmamaqdan. Tarix olsun, ədəbiyyat olsun, siyasət olsun, din olsun, hər şeyi cəhl eləyə bilirlər və bunun yerinə ayrı bir şey ki, özləri istir, onu düzəldirlər. Və əgər bir şeyi istəməsələr, onu inkar edirlər. Diqqət buyurun, bu da mühümdür. Dildə, yazıda siz bir şeyi, daimən deyin ki, biz Kürdünlə müşkülümüz yoxdur. İnkar eləyin. Kürd də gəlir Azərbaycana, Azərbaycanlı Kürdür. O öfkəni kontrol edirsiniz. Düşmənliği inkar edirsiniz. Amma siyasətləri öz əlinizdə aparırsınız. Siyasətləri götürürsünüz ki, o siyasətlər ağıllıdır və düşmən onun qabağında tora düşür. Təliyə düşür. Biri də budur. O zaman ki, siz gəlirsiniz, dilinizi məktub edirsiniz, yazırsınız, o zaman sənədlənir. Və dilin, hər kəlmə ki, dilinizdə yazırsınız, dilin güclənməsinə səbəb olur. Hər kəlmə. Yəni, fikir eləyin ki, biz Azərbaycanlılar 40 milyon adamıq. 40 milyonun, deyək ki, 10 milyonu manqurtdur. Yəni, farslaşıbdır. Özünü danır. İftixar edilir ki, farsdır, İranlıdır. Amma bunun 30 milyonu, 20 milyonu, 10 milyonu, 5 milyonu, 3 milyonu da gələk aşağıya 300 mini qəbul edir ki, biz Türk'ük, Azərbaycan Türk'ük, ya İranda yaşayan Türklərik. Bizim müstəqil dilimiz, fərhəngimiz, tariximiz, ədəbiyyatımız, musiqimiz, hünərimiz var. Bizim bir toprağımız, müstəqil toprağımız var. Bu müstəqil torpaqda bizim dədələrimiz tarixdə hökumət yaradıblar. Bu imperatorluqlar ki, bu günləri İran hesab olurlar, bizim dədəmiz yaradıblar. Bizim dədəmiz buranı müstəqil eləyiblər. Bizim dədəmiz buranı saxlayıblar. Bu 300 min nəfər ya 30 milyon ya 40 milyon ya hər neçə min nəfər hərəsi gündə yazdıqları yazda bir dana cümlə ibarət 8 kəlmədən. 8 kəlmə türkü yazsalar, Səkkiz kəlmə türk yazsalar. 40 milyon çarpı 8 240 milyon gündə kəlmə türkü yazılır. Amerika ədəbiyyatı 300 milyon insandılar. Gündə neçə milyard kəlmə dünyada İngilis ədəbiyyatı yaranır. Neçə milyard gündə kəlmə İngilis ədəbiyyatı yaranır. İngilis ədəbiyyat, baxın diqqət buyurun.
İngilis ədəbiyyat elm dili deyil. Elm dilinə təhmil olan dildir. Çünki bu dildə çox yazılır, elmi məqalələr bunda yazılır, Çində də yazsalar, İngiliscə yazırlar. Hindistanda yazsalar, Ərəblər də yazsa, hər şey yazsa məcburdur İngiliscə istəyir deyə, mən dünyanın çox pullu yerləri ilə danışam. İngiliscə dilli insanlar azdılar, amma pulludular. Pullu olduğu üçün siz istəyirsiniz ki, onlarla alverə girəsiniz. O pullu dili pulun gücündən gücləşir. Dünyanın rəsmi dili İngiliscə deyil. Dövlətlər də qorumurlar İngiliscə dili. Bəlkə tüm bu dil elmi prestij və mali mənfəət gətirir, günü-gündən bunun çoxalır, yazılı ədəbiyyatı çoxalır. Yazılı ədəbiyyat çoxaldıqca insanlar çox bu gündə yavaş-yavaş danışırlar, bir-birlərini düşünməyə başlayırlar. Bundan belə ki, 7-8 milyardı insandan kürə üzündə hala məsələn 1 milyardı İngiliscə danışmır. Yəni hər 7 nəfərdən biri İngiliscə deyil. Və hətta İngilis dilini başarmır. Amma dünya elmi dil hesab olur. Japon dili elmi dildir. Alman dili də elmi dildir. Fransa dili də elmi dildir. Türkü də elmi dildir. Hər dili ki bu dünyada yaşır bir həddəcən elmi dildir. Amma o dilin rəsmi olub, cəhani olması, kürəsəl olması o dildən gələn prestij və mənfəətə bağlı. Onun əsasında bu günləri görürsünüz ki, İranda hamının fikri budur ki, İngilis dili elm dilidir. O halda ki, fəqət Çini tutsaq, Çin dili həm elmi dilidir, həm də onu danışan neçə qat İngilisi dilində yazanlardan çoxdur. Amma Çin dilində prestij və sirvət yoxdur hər adama. Yəni, deyək ki, indi mən Çinizcə Çin dilində yazsam, ya danışsam, hangi mənfəəti alacağam? Amma indi mənim uşağım olsa, nəvəm olursa, qətlən qoymaram Farsı öyrəşsin. Qətlən Çinini qoymağa öyrədərəm ki, geçsin Çini öyrəşsin. Çünki gələn 20 ilin, 30 ilin, 50 ilin, 100 ilin, 200 ilin dili olacaq. Və hər kəs o dildə başarsa, sərvətli olacaq. Sərvətli olmaq üçün o dili öyrəşirik biz. Xarici dili, ana dildən qeyri dili buna görə öyrəşmirik ki, kilas qoyaq. Buna görə öyrəşirik ki, rahat yaşayaq. Pul qazanaq. Rahatlığımızı qoruyaq. Müsafirət eləyək. Yəni, rahatçılıq da deyim daha beləsi. Yəni, communication üçün, mübadilə, əfkar üçün deyil, dili öyrəşmək. Çox rahat yaşamaq üçündür. Qazanmaq üçün, rahat qazanmaq üçün, rahat yaşamaq üçün. Mən ona görə bunu rahat yaşatmaq deyirəm. İngilis dili yavaş-yavaş gedir, insanlar yaratdığı ədəbiyyat üzündə bu fikir yaranıbdır ki, İngilis dili elmi dildir. Bunun anlamı budur ki, o birisi dillər elmi dil deyil. Yox, belə deyil. Çin dili də, Japon dili də, Rus dili də, o birisi ərəbi dili də elmi dildir. Amma hangi dili dünyada çox danışdıqca çox şey qazanırsan, rifah qazanırsan, rahat yaşamaq qazanırsan, Türkcə, İstanbul, qolay yaşaya bilirsən. O dil səni məcbur edir ki, ora gedirsən. O tərəfə gedirsən. Çünki mənafeyi qorursan. Fərdi mənafeyi qoruduğu üçün İngilis dili bu günləri pul verir, məqalə yazırsan, gedirsən seminara, fulana, bəhmana bir şey satırsan, bir şey alırsan, bu İngilis dilindədir, onun üçün yaygınlaşır. Günü-gündən yaygınlaşır. Həs biz, əgər istiruq deyək, ana dilimiz vardı, əgər hərəmiz gündə 8 kəlmə, 40 milyon adam, 8 kəlmə yazaq, 240 milyon kəlmə gündə Türkcə yazarıq. Əgər hərəmiz gündə 100 kəlmə yazaq,
neçə milyard Türk dilində ədəbiyyat gündə icad edərik. Türk dilində. Əgər gələk gündə hərəmiz yazdığımızı türkcə yazaq və farsça yazmayaq, biz əmələn farsçaya yaratdığımız ədəbiyyatı türkçədə yaradırıq. Əmələn farsın qabağında dururuq. Farsın dilinin qabağında dururuq. Və bu bizə, bir-birimizə də inanırıq. Yəni, mən görürəm ki, tək deyirəm. Difa eləmirəm ki, mənim dilim dildir. Bəlkə həmlə edirəm. İndi biz difa halındayıq. Difa halında olan adam uduzar. Bunu yadınızda saxlayın. O zaman ki, girdiniz difa halına, siz vurmursuz, onlar vururlar, siz girmişsiniz bura, kötəyi yiyəcəksiniz. Ağzınızdan yeməzsiniz, amma hər yerdən yesəz yiyəcəksiniz kötəyi. O zaman bir dil və millət müvəffəqdir ki, difaya girməyək. Həmişə hücumda olur. Hücum dildə, bu da ki, deyəsən, fars dilinə tohin eləyəsən, fars dilini qəbul eləmirəm. Sən qəbul eləmə. Sənin qəbul eləməmədığın heç təsiri yoxdur. Hətta dövlətlərin qəbul eləyib eləməməyi təsiri yoxdur. Əfqanistan dövləti qəbul eləməsin ki, fars dili İranda rəsmidir ya yox. Tacikistan da qəbul eləməsin. Bəli, fars dili var İranda. İstəyək, istəməyək. O zaman fars dilin qəbul eləməyəcəksən ki, o zaman türkçə yazacaqsan. Türkçə yaradacaqsan, türkçə ədəbiyyata, dilə, siyasətə, düşüncəyə qəna verəcəksən. Əgər sən cümlələrin fiilin türkçə yazasan, ya cümlələrdə adları türkçə yazasan, əmələn fars dilinin içinə türkçə dili soxursan. Bir zaman içində farslar buna tanış olacaqlar bu dilə. Bu dillə danışacaqlar. Bu kəlmələr yetişəcək onların fərhənginə. Bir də var ki, farscanı türkçənin içinə yazasan. Adları tərcümə eləyəsən. Burada da farsca yetişəcək türkçənin içinə. Pəs bu da dilin kətbi yazmaq önəmi jurnalizmdə budur. Jurnalizm dedik, inqilabi jurnalizm millətin xidmətində olmalıdır, vətənin xidmətində olmalıdır, mənafi millinin xidmətində olmalıdır. Mənafi milli dildən gəlir. Dedim, millət içində bir dildir ki, danışmaq üçündür. Amma bu danışmaq onun üçündür ki, zincanlığı rahatladır. Əgər bizdə görsək ki, hər yerə gedirik idarəyə evlənməyə, bundan bu yüzə məsələn, hər kəs gedir evlənməyə, gündə 50 nəfər, 100 nəfər, hər neçə nəfər. Türkçə olmasa mən imzalamayacağam. Dəftərsə gərək türkü də yazılan. Məcbur eləsək və məsələn evlənməyimizi birdən bir ilin içində evlənməklər səbti olmuyor. Mallı evlənmək olaq, nəhayətdə baxın, bir nəhayətdə evlənməyin qabağını almaq olar. Ev alıb satmaq olar. Deyərək ki, biz evi satmayacaq illa ki, bu türkçə yazılar. Şəhridarı məcburdur, ya bunu türkçəyə çevirin. Səbtəsinat məcburdur deyə türkçəyə çevirin. Olmasa məcburdur, qanun geçirlər. Nümayəndən məcburdur qanun. Mən evlənmərəm, illa bu ki, İran dövlətin rəsmiyyətini tanımıram, illa bu ki, məsələn, mənim evlənməyim, mənim sənədlərim mənim dilimdə olur. Sən özünü təhmil edirsən, əvvəl hüququ bilirsən və bu hüququ dövlətə təhmil edirsən. Bunu nümayəndələrə təhmil edirsən, bunu idarələrə təhmil edirsən və idarələr bunu qanun layihə şəklində məclisə aparır və məclis bunu qanuna çevirir. Niyə biz neçə ildir müvəffəq olmamışıq Urmu gölün 3 fəaliyyəti layihə ilə aparaq məclisə? Niyə biz bu gün necə məcbur ana dilinin təhsilin rəsmi olmasını nümayəndələrimizə təhmil eləyə bilməmişik, apararlar məclisə? İlləti budur ki, hala o qədər ciddi deyil ki, bizim haqqımızdır. Hala farsı dilinə zindicanlığımız geçilir. Hala öz dilimizi fars dilinə rəqib görmürük və aşağı görürük. Hala iradəmizi, haqqımız görsək da, bunu özümüzün haqqımız olaraq iradəyə çevirmirik. Ki, bu mənim iradəmdir, mən bu fars dilində, rəsmi idarələrdə
Gərək mənim dilimdə ola. Abbas Lisani bunu elədi. Bir dostlar bu işi görüblər. Bəlkə 3 nəfər. Amma fikir edin ki, Azərbaycanda hər kəs, hətta bir qatil də getsə zindana, danışır türkcə, onlar farsıya çevirirlər. Mən farsını imzalamaram desə, türkcə yazarlar. Nəinki istinad edə bilməz ki, mən sənə deyirəm, bunun içində budur. Mən özüm gərək türkcə ola. Mən türkcə olmasa qəbul eləmərəm deyə bilərsən. Sənə deyə bilməz ki, yox, imzala, zorla, heç şey. Baxın, mən idarə ittilaatda idim, sonra bunu örgəşdim ki, idarə ittilaatda məndən sorğu soruşurlar, bazı elirlər. Mən hətta öz əlimlə yazıram. O zamanacan ki, o sualı imzalamamışam, dünyanın hər yerində belədir, hətta Amerikada. Burada initial deyirlər, yəni adın əvvəl hərflərim. Hər sualın qabağına qoymasam ki, yəni bunu mən yazmışam, o cavabı dadığata rədd edirəm, mən yazmamışam. Deyə bilərəm. Bu mənim həqqimdir ki, imzalamayam hətta yazdığımı. Mənə yazdırıblar, amma imzalamıram. İmzaladım, mən baskı altında imzalamışam. Bu dadığata yenə mənim həqqimdir. Gələm dadığata deyəm ki, mən baskı altında, zor altında, qorxu altında imzalamışam, qəbul eləmirəm. Bunun üçün İslamda və qanunda evlənmək ki, zor altında ola, qəbul deyil. Əgər mən dədənənəmin zoru ilə deyirəm, bəli, abrıları getməsin, bu evlilik deyil və zina hesab olur. Əlbəttə, olan uşağın günahı yoxdur, amma olan uşaqda şər'ən də ismaən zinazadə deyilir. Gərək ürəyim əsasında deyəm, mən bu adamla evlənirəm, ta bu mənim yanımda, heç olmasa mənim içərimdə inanam ki, bax, mən zina eləmirəm, mən bu qızı ya, bu arvadı, bu oğlanı sevirəm və bununla yaşıram. Əgər bu cürüsü olmasa, mən qanunda imzalasam, sabah deyə biləm, mən əslində əvvəldən bu adamı qəbul eləməmişəm, getmişəm. Bu məhsin ki, bunu dedin, batildir evlənmək. Kişi deyə, arvad deyə, uşaqlar da kişinin deyil. Nənənin. Və o müddət ki, rabitə edildin, zina. Amma biz gərək bu həddə yetişək ki, jurnalist olaraq hüququmuzu bilək strateji nədir? Onun üstündə çalışaq. Xülasə desəm, bir dəqiqədə, bir, dildə öfkəmizə hakim olacaq, ehsasatı və həyəcanlarımızı dilimizə töhməyəcəyik. Xüsusən əsəbaniyyətimizi, narahatçılığımızı dilimizə töhməyəcəyik və qələmimizə əsla gətirməyəcəyik. İkinci, öz dilimizi özümüz qoruyacağıq. Üçüncü, öz dilimizi özümüzə hüquq biləcəyik və bu hüquq bildiyimiz üçün başqa dildə yazmayacağıq. Dördüncü, bu hüququ dövlətə, şirkətlərə, idarələrə təhmil eləyəcəyik. Qanun yoxdursa qanuna çevirəcəkdir dövlət. Məcburdur. Beşinci, bu dili mən rəsmi eləsəm, idarələrə təhmil eləsəm, bu dil mənim rəsmi dilim olacaqdır. Dövlət məcburdur mənə mütərcim tuta idarələrində və bu dövlətə izafə xərcdir. Bu izafə xərci dövlət hazır deyil verər. Hazır olmadığı üçün bir dəfə gələr mənim dilimi rəsmi elər. Və son bu ki, biz öz dilimizdə danışanda öz dilimizin ədəbiyyatını yaradırıq və o birisi dildə yaratmağın yerinə öz dilimizdə yaradırıq, öz dilimiz güclənir. Amma hər neçə kəlmə ki, gündə fars dilində yaradırıq, fars dilinin ədəbiyyatı günü-gündən güclənir və onun düşüncəsi də rahatlaşır. O halda ki, bu dil nə qədər bizim rahatçılığımızın səbəbi olur? Bu sualı soruşmalıyıq. Öz dilimizi yazıb oxumaq təbii ki, özümüzə rahatlaşır. Çünki mən Azərbaycanlıyam, Azərbaycanda yaşıram, Azərbaycanlılarla alver edirəm, mən Kanadadayam, məsələn, Kanadada yaşamıram, mən əmələn Azərbaycanda yaşıram. Çünki mənim yazım ya farscadır, ya türkçədir. Farsça olsa İranda yaşıram,
Türkçe olsa Azərbaycanda yaşayıram, Türkiyədə yaşayıram. Güney Azərbaycanda yəni yaşayıram, beləsi deyil. Bəs bu mənim olur, yaşadığım yer. Mənim işim, gücüm də budur. İdarələr rejimində bu dildə danışım qutardı. Mən oldum bu dili rəsmiyyəti tanıdım. Dövlət məcburdur bir müddətdən sonra görsün ki, bunun gündə məsələn mənə bir mütərzim tutsa gətirsə hər yerə bir belə verməlidir. Məsələn siz Türkiyədə gedəsiniz bir ev alasınız, orada mütərzim tutmalısınız. Əgər səhv eləmirsən 300 lirə sizdən alırlar ki, məsələn mütərzimi var. Məhkəmə deyəcəksiniz, tərcümə lazımdır, dövlət ona mütərzim tutmalıdır, bir belə verməlidir. Bəzi yerdə tərcümənin pulunu sizdən alırlar, bəzi yerdə Türkiyəni deyirəm, bəzi yerdə şey eləyirlər. Amma İran dövləti məcburdur versin, çünki mənim dilim budur. Bunu qəbul elətdirməliyəm, bunu nümayəndəyə getməliyəm. Məncə bizim nümayəndələrimiz gedərlər məclisə. Diqqət buyurun. Əgər gedərlər məclisə və məclisə bundan bu türkü danışarlar. Üçüncü bir şey, son bir şey dediyim, bu xəbərdir, əlbəttə, qutardı vaxtımızda, çoxdan da qutardı, əlbəttə, mən qərarlı burada 30 dəqiqə danışıram, amma 1 saat danışıram, bəzən də 1 saat 20 dəqiqə yetirirəm. Dostlardan bəzisi, hərdən görürsünüz bir dənə məqalə yazır, Azərbaycan haqqında, Azərbaycan tarixi, dili haqqında və bunu farsı ruznamələrdə çap edir. O məqalə Azərbaycanın hər yerində yayılır. Farslılar da görürlər. Nədən biz fars dilində öz fərhəngimizi də yazmırıq? Cəlibdir, biz öz fərhəngimizi, tariximizi fars dilində də yazmırıq. Bizim o sənədləri içi tolid edirik, ədəbiyyatı, siyasi, ictimai, iqtisadi, hüquqi içi tolid edirik, Azərbaycanın xidmətində deyil, Farsın xidmətində. Burası dəhddir. Təbii, məsələn, dostumuz gəlib yazıb ki, 4000 sal tarixi, məsələn, Turkan der İran. Bu ədəbiyyat düzdür, farscadır, fars ədəbiyyatına köməklik edir. Amma türklərin, haqların, tarixlərini daşıyır fars ədəbiyyatına. Fars ədəbiyyatına bir yarğan düzəldir, bir səhifə açır. Amma o zaman ki, gəlirik biz bunu titri hər şeyi qoyuruq farsın ixtiyarında, fars ədəbiyyatının ixtiyarında və Azərbaycan haqqında yazmırıq, tənbəlliyimiz düşür. Deyirlər, öküz türkcə gözəl məsələdir, deyir ki, öküz özünə, kürüşünə əslində başı ağrır. Yəni, özünə bir gələcəyinə bir fərhəng, tarix yaradır, indi gərək yaradaq da biz keçəcəkdə yaratmamışıq, indi gərək yaradaq. Başımız ağrıyacaq, daşıyaq Farsda bunu yüzəldək. Farsın tarixindən, Həxamən işlə, nə bilə, oradan buradan danışıq. Çox sağ olun, qısa bir aradan sonra ikinci bölümünə xidmətsiz olacağım, sağ olun.